Bəzən sual verirlər ki, yolsuzluq motosikletlərin yollarda sürmək olarmı? Yol hərəkəti haqqında qanunun 23-cü maddəsinə tələb verirsə, bəli. Həmin 23-cü maddə nəqliyyat vasitəsinin avadanlıqlarıdır. Yəni, deməli, əziz sürücülər, qarşınızda trisikl görürsünüz, amma bu trisiklın mühərrik həcmi 200 kub santimetrdir. Yəni, bu, bəzi trisikllar var ki, 125 kub santimetrə qədər. Yəni, bu trisikl A kateqoriyası ilə idarə olunur. Deməli, bir porşenli mühərrikdən ibarətdir. Karbürator, sürətlər qutusu altında yerləşir mühərrikin. Dinamo, yəni generator hissəsi mühərrikə birbaşa bağlıdır. Reduktor vasitəsilə mühərrikin iş prinsipi transmissiya, oradan da kardan vasitəsilə diferansiyala ötürülür. Baxın, orada diferansiyal var. Deməli, bu sistem nədir? Bu, çox maraqlıdır. Duracaq tormoz sistemi ilə əylə sistemi eyni trosdan ibarətdir. Yəni, biz burada duracaq tormoz sistemini işə salanda, baxın orada duracaq tormoz sistemi işə düşür, barabanları kilitləyir. Həmçində əylə sistemi basılanda yenə də eyni sistemlə barabanları kilitləyir. Deməli, sol ayaqdadır əsas iş. Deməli, ötürmələr qutusun sol ayaqla dəyişirik, bu neytrala keçirmək üçündür. Sağ ayaqda ancaq əylə sistemidir. Deməli, sağ ayaqda əylə sistemidir, yenə də əylə sistemi basanda yenə də eyni iş prinsipi ilə, baxın, bu tros vasitəsilə barabanları kilitləyir. Deməli, istismarı qadağan edən hallar nədir? Bu, təhlükəsizlik ölçüsüdür. Yəni, sürücünün dizin ani zərbələrdən qoruyur. Sürücü bunu özü quraşdırıb burada, yağışa, palçığa görə. Deməli, bu zaştinikdir, yəni qoruyucudur. Amortizator sistemi var burada. Amortizator birisi də bu, nasaz olsa belə istismar qadağan deyil. Həmçinin də amortizator sistemi kimi resor listlərini bağlayan kəmər, xamıtlar açılsa belə istismar qadağan deyil. Bu əlavə güc yaradır. Yəni biz bunu qabağa itələyəndə, yəni keçirdəndə bura, bu yüklə hərəkətə başlayanda, deməli orada tros vasitəsilə diferansiyalda əlavə güc, pavijini deyirlər buna bəzən, əlavə güc yaradır. Bəzən sual verirlər ki, yolsuzluq motosikletlərin yollarda sürmək olarmı? Yol hərəkəti haqqında qanunun 23-cü maddəsinə tələb verirsə, bəli. Həmin 23-cü maddə nəqliyyat vasitəsinin avadanlıqlarıdır. Yəni, yolda konstruksiya imkanları olan nəqliyyat vasitəsini artıq sürmə idarə etmək olar. Həmin o yolsuzluq motosikletlərin mühərrikindən güclü səs çıxır. Yəni, səs boğusu sistemi ya ümumiyyətlə olmur, ya da sonradan çıxarılır. Arxanı göstərən güzgülər konstruksiyada varsa, o halda motosikletləri yollarda sürmək olar. Yoxdursa, o halda ona əlavə güzgülər quraşdırıb, səs boğuzu sistemi təchiz edib, onu təzədəndən texnik baxışdan keçirməliyik. Çünki onlar texnik baxışdan keçən nəqliyyat vasitələri hesab olunmur. Texnik baxışdan keçirməliyik, ondan sonra onları yollarda sürmək mümkündür. Bax, bu motosikletlərin bəziləri var ki, 125 kub santimetrə qədərdir. Onları 16 yaşa çatmış şəxslər artıq qeydiyyata ala bilər, sürə bilər, sürücü vəsiqəsində A1 lazımdır. Əgər bu motosikletlər, yəni 125 kub santimetrdən